Herkese salam dostlar, kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar, bu günləri sizlere düşündüm ki ne çekeyim. İstediğim hem toyuqcu cəmin, yəni tek toyuqların yox, ördəklərin də, balaca ördəklərin də, onların akşam yemlənməsini çekeyim. Hem ətlik rostçu 8 cücələrimizdə bir dəyişiklik eləmişdik, onu sizə göstərim istediğim. Hem de toyuqlarla bağlı bir neçə nüans demək istəyirəm. Yəni yorumlarda olan bəzi şeyləri cavablandırmaq istəyirəm. Hem dedim biraz toyuqlara bir yem yeyərkən ki, akşam yemlənməsini izləyək heyvanlarımızın ümumiyyətlə. Digərlərində təbii ki sıra bu videoda axıra kimi izləyin. Digər heyvanlarımızı da göstərəcəyəm. Balaca ördəklərimizi, rostçu 8 cücələrimizi göstərmişəm. Böyük ördəklərimizin yemlənməsinin hamısını sizə göstərəcəm inşallah. Demək dostlar, bir nüansa toxunum. Bu gecə dayanmadan toyuqların yerində işıq yanma söhbəti ilə bağlı çox yazdılar mənə ki, yox, olmaz, səhvdir, odur, elədir, belədir. Uşaqlar, mən sizə bir şey deyim. Mən ilk öncə onu deyim ki, tamam, mən artıq gecələr işığı söndürəcəm. Yəni gecə saat 2-də filan zaten mən 2-də, 3-də filan belə yatıram. Bəzən biraz daha gec. O zaman gəlib işıqları söndürəcəm. Bir 3-4 saatda qaranlığı görsünlər. Yəni qaranlıqda qalsınlar toyuqlar. Amma sizə bir şey izah edeyim uşaqlar. Yəni tamam, mən də əvvəllər işıqları söndürürdüm. Amma mən artıq bu ilk dəfə deyil. İfirus mən bundan qabaq 13 minlik abunəlik kanalımda sizlərə 3 il video paylaşmışam və 3 il hər qış mən belə eləmişəm. Toyuqlarımın yumurtası qalxıb. Siz deyirsiniz ki, o işıq yananda toyuqlara ziyan edir, toyuqların qaranlığa da ehtiyacı var. Tamam, okey, mən sizinlə razıyam. Amma siz dediyiniz o yumurtalıq cins toyuqlar saxlayırlar böyük fermalarda, hansı ki məsələn il 12 ay, yəni 12 ay 365 gün dayanmadan gecə içində işıq yandırırlar ki, daha çox yumurta versin. Axı mən elə bir şey eləmirəm uşaqlar. Bu müvəqqəti bir şeydir. Yəni 4 aylıq filan olan bir şeydir. Yəni 4 aylıq filan bunların gecə də yerlərində işıq yanır. Həm nə qədər deyəsən istiliyi məqsədi ilə, həm də qışda gecə aktiv olsunlar. Yəni gün hava tez qaralır, yumurta vermə aşağı düşməsin deyə. Bu şəkildə, yəni 3-4 aylıq bir dönemdə bunların gecə işıqlarının yanmasının heç bir ziyanı yoxdur uşaqlar. Yəni bunu sizə kim deyirsə cəfəngiyyətdir. Təbii ki, baxın, mən də təcrübə eləməsəm, saxlasam, toyuqcu cəmin yerində, yəni kimdəsə görsəm deyərəm ki, yox, bunu belə deyir. Çünki rəsmiyyətdə hansı şeydə araşdırsınız, internetdə də araşdırsınız, rəsmiyyətdə də araşdırsınız, ziyan edir deyə deyilir. Amma bu 3-4 aylıq qısa müddətdə demir. 365 gün yandırsaz ziyan edir. Çünki hər şeydə təcrübə hər şeydən önəmlidir uşaqlar. Yazdığı şeyə baxmayın. Təcrübə həqiqətən hər şeydən önəmlidir. Mən bunu sınamışam, heç bir ziyanı yoxdur. O məsəl üçün deyirsiniz ziyanı var ha. Onlardan xahiş edirəm bir nəfər çıxsın mənə desin ki, mən yandırmışam, bu tip ziyanı olub. Hansı ziyanı ola bilər? Toyuğun çox qocalmasını buradan misal çəkirlər. Uşaqlar, toyuq çox qocalırsa zaten bu 365 gün o yumurtadırlar ha, yumurtalıq cins toyuqları böyük fermalarda. Onlar tez qocalar. Mənim toyuqlarım zaten ilin demək olar ki, yarısını yumurtlayırlar. Yarısında, digər yarısında istirahət edirlər. Bu toyuğun tez qocalmasına gətirib çıxarmır. Ayrıca toyuq tez qocalsa belə, mən zaten 4-5 ildən bir çalışıram ki, qoca toyuqlar çıxsın. Hansı ki, o özümün yaxşı toyuqlarım var. Bilirəm ki, bunlar yaşlansa da yaxşı yumurtlayır. Onlardan başqa çalışıram ki, mən yəni toyuqlarımı mən zaten 4-5 ildən bir çalışıram ki, yeni nəsil gəlsin, cavanlaşdırıram bunları. Yəni bunun heç bir problemi yoxdur uşaqlar. Yəni bunu kim deyirsə deməyim. Yəni mən sınamışam, görürəm ki, heç bir ziyanı yoxdur. Amma siz sınamısınız, nədir ziyanı deyim, mən də bilim də. Mən çünki bunu dəfələrlə, neçə illər belə saxlamışam. Dediyim kimi 3-4 aylıq qısa müddətdə bunların yerində işıq, yəni gecə bütün gecəni yanır. Digər qalan günlərdə zaten mən toyuqlarıma sərbəstlik verirəm. Başa düşdünüz? Yəni toyuqlar mənim 365 gün mənə dayanmadan yumurta vermir. Daha az yumurta verir zaten mənə. Bunların istirahət eləməyə yetəri qədər zamanları olur. Başka da bir iki şey diyecektim də nəsə bu barədə, yəni hal-hazırda yadımdan çıxdı, amma istedim ki bunu sizə deyim, göstərim.
İndi istəyirsiniz uşaqlar, keçək bir dənə digər heyvanlarıma yemlənməsinə baxın. Daha sonra təkrar gəlib həm burada son sözlərimi də deyəcəm, həm də sağollaşarıq. Dostlar, bunlar da bizim ən balaca hündüşkalarımız, cücələrimizdir. Bugün hava yaxşı idi, buraxmışdım çölə. Biraz gec yığdım, amma indi gətirmişəm, biraz üşüyürdülər artıq. Bir yarım saat gecikmişəm. Gətirin bunların da axşam yemlənməsini sizlərə göstərim. Nə verirəm bunlara? Birinci ondan başlayaq uşaqlar. Baxın belə şəkəri yemdir, içinə də qatıram buğda. Artıq buğdaya keçmə zamanlarda, hardasa 3-4 gündür belə az-az içinə qatıram. Cücələr rahatlıqla demək olar yeyir, hündüşkalar hələ yemirlər, amma onlar da öyrənəcəklər. Yəni yavaş-yavaş öyrənsinlər buğdaya. Niyə görə? Uşaqlar, imkanım olsa şəkər yem verərəm hələ bunlara. Daha tez böyüsünlər, daha yaxşı olsunlar da. Sadəcə elə imkanım yoxdur. Yəni şəkər yem biraz bahadır, buğda ucuzdur deyə şəkər yem 1 manat alıram kilosun, amma buğdanı alıram 50 qəpiyə, 60 qəpiyə. Ona görə istəyirəm ki, artıq yavaş-yavaş buğdaya öyrənsinlər. Çünki mən bunları bu saat tez böyüməsinin mənim üçün bir önəmi yoxdur. Bir ay gec də böyüyə bilərlər. Onun üçün artıq belə buğdada verirəm. Gəlin keçək sizlə bərabər qoyaq. Onları 2 dənə qab qoyuram ki, belə yesinlər. Bu da bu. Bu qabda da belə bir köhnə qab var. Bunda da buğda qoyuram anasına görə. Çünki anası oradan çox yeyir. Həm buradan da yeyə bilər anası deyə, həm də cücələr də oradan yeyirlər uşaqlar. Üzrü sayın biraz görüntü pozunluğu olub. Baxın. Anası oradan da yeyə bilir, oradan da yeyə bilir. Hamısı. İndi kim acdısa hamısı belə baxın yeyəcəklər. Bu da bizim yəni təsərrüfatımızın demək olar ən balacalarından hündüşkalarla cücələrin yemlənməsi, axşam yemlənməsi belə deyim. Amma bunların qabaqlarında daim, yəni səhərə kimi yem olur. Saat da 12-yə kimi filan çöldə olur, içəridə olurlar. Hava əgər yaxşısa artıq 12-də filan hava qızır, çöl, yer yurd qızır. Ondan sonra buraxıram çölə, gedirlər. Çöldə də ot duyurlar, gəzirlər, qurd, quş, torpaq, qum nə gəldi yeyirlər. Yerlərin deyirsiniz ki, batıqdır. İnanın Allaha 4 gün bundan qabaq dəyişmişəm. Sadəcə bu biraz balacadır bunlar üçün artıq. Çünki havalar da yaxşı keçmədiyi üçün, yəni bir gün buraxıram, 2 gün buraxa bilmirəm. Buraxsam belə 3-4 saatlıq çölə buraxıram. Ona görə yerlərini istər-istəməz batırırlar. Belə dostlar. Bunlar da yemlənməsində olsun belə. Mən sizə keçək göstərim ətli cücələrimizi. Onları sizə canlı yayımlarıma qatılanlar varsa, onları demişdim ki, bunları 2 yerə böləcəm, qutu darlıq eləyirdi. Keçək onları da sizə göstərim 2 yerə böldüyümü. Dostlar, hava istidir deyə bunların işıqlarını yandırmamışam. Bunlar da bizim ətli cücələrimizdir. Burada sadəcə 10 ədədi var. Niyə desəz? Çünki demişdim axı sizlərə ki, bu qutu darlıq eləyir. Bu qutu mənim cəmi 10 dənə ətli cücəni kəsimə qədər apara bilir. Amma artıq gördüm ki, bunlar darlıq eləyir. Həm yerlərini istadırlar. Çünki bunlar çox yeyirlər, yatırlar daim, tərləyirlər, başa düşdünüz. Tez nəmlənirdi altları, tez-tez dəyişirdim, tez-tez süpürürdüm altlarını, yəni nəzislərini yığırdım. Ona görə belə qərara gəldim ki, bundan 5 dənəsini ayırım. İndi o 5 dənəni də sizə göstərəcəm. Bunlar da bugünlər bunları da buraxmışdım çölə. Hava şükür Allaha ki, yaxşı idi. Bunlar da çöldə gəzdilər, qum yedilər, biraz da ot da yedilər. Ona görə yorulublar, gəliblər, yeyiblər. Baxın belə hava da istidir deyə, yaxşıdır deyə heç işıqlarını da yandırmamışam. Baxın belə yeyiblər, yatıblar özləri üçün, baxın. Bunların da həmçinin uşaqlar, bunların da hava isti olduğu üçün işıqlarını yandırmamışam. Hələ görürsünüz ki, bu cücə işığı yandırmamama baxmayaraq ləhləyir. Yəni ağzı açıq idi mən gələndə. Bunların da bu cür yerləri var, işıqları da buradadır. Baxın, belə yerləri var. Bu yem qabları, su qabları. Bunlar da qapının ağzına toplaşmağı üstün tutublar, yatışıblar burada. Bunlar da içinin ən balacalarıdır. İçinin ən balacalarını bura gətirmişəm. Möhtəmələn bunların çoxu fərədir. Yəni 1, 2-si, 3-ü, 4-ü nağdı fərədi, deyəsən bir dənə xoruz odur. Bunlar da içinin ən balacalarıdır. Onun üçün ən balacaları da bura gətirmişəm. Bu 5 dənə də burada qalacaq. Yəni artıq məcburən, çünki o qutuya sığmırlar. 15 dənə o qutuya sığmır. Ona görə 10 dənəsi orada, 5 dənəsi burada. Bura 6 da eləyə bilərdim buranın sayın, amma ora 10 dənəni rahat çıxardı deyə deymədim. Hələ ki 5 dənə qalsın burada. Bəlkə sonra birini də gətirdim bura. 6 dənəsi burada qalar. Çünki 6 dənə üçün bu təxmin edirəm ki, bu qutu daha da yetərli ola bilər. Yəni 6 dənə üçün yetərli ola bilər. Digər heyvanlarımızın da axşam yemlənməsinin hamısını bu videoda inşallah sizlər üçün göstərəcəm.
Dostlar, bu da balaca lal ördəklərimizin axşam yeməyi. İndi onları da çəkib sizə göstərirəm. Yemlərin yeməsini. Bunlar da bu günlərdən gölə öyrəşiblər. Bu gündən artıq gölə getdilər bunlar da. Amma şükür Allaha ki, gəldilər. Əslində gölə yox, bizim qazdırdığımız özümüzün süni gölümüz var, orada Nor dediyimiz. Balıq saxladığımız. Bugündən ora öyrəşiblər. Necə gedib görüblərsə bilmirəm, amma çimdilər, suda üzdülər, qayıtdılar, gəldilər. Bundan sonra getmələrində də problem yoxdur, böyüyüblər. Heç bir problem yoxdur. Biraz böyüdülər artıq, gedə bilərlər. Bugün də oradan gəliblər. İndi sularını da doldurub qoyacağam qabaqlarına. Təzə gəliblər, saldım bura. Bu da bunların axşam yemlənməsi. Biraz izləyək istəyirsinizsə. Qabaqlarında da qara undan buğdadır uşaqlar. Heyvanlarıma deyirdim, qara undan buğda verirəm. Artıq bunlara da ondan verirəm. Görə bilərsiniz də, yəni qarşında belə olur. Qara unu qarışdırıb, sonra da içine buğda töküb qarışdırıram. Bunlara desöz ki, nə qədər verirəm, inanın çəkməmişəm, qətiyyən çəkmirəm, amma məsəl üçün mənim əlim biraz böyüdür də, 1-2 ovuc, belə ovuc, dolu ovuc tökürəm bunlara. Səhər axşam yeyirlər. Səhər o qədər də yemirlər, amma axşam yeyirlər. Əgər görsəm ki, bəzən görsən ki, iştahları yaxşı olur, yeyirlər, bitir. Görürəm ki, o biri toyuqcuların indi bunları daha ertə edirəm də. Balacıları ilk birinci başlayıram. Hava qaraldıqca digərləri də gəlir qapıya, onları da yedizdirirəm. Əgər görürəm ki, bunlar yeyib bitiriblərsə, yemlərin yenə istəyirlərsə, təkrarda tökürəm. Yəni doyana qədər verirəm deyə bilərəm, amma bu tökdüyüm bunlara %100 bəs eləyəcəkdir. Yəni çünki artıq görürsüz, baxın boğazları doldu. Yəni bunların çənədanı yoxdur, sadəcə elə boru bir dəfəmlik mədəyə gedir. Şey yoxdur, dənlikləri yoxdur, yemlikləri yoxdur bunların. Yedikləri promo bir dəfəlik gedir pətəniyə, yəni mədələrinə gedir. Ona görə yəni boğazlarından bilmək olur ki, artıq şey doyurlar. Yəni biraz da su içəndən sonra şişəcək. İpilus bunlar elə hava qaralına qədər bunu yeyəcəklər. Çünki ördəkdir, qazda tez həzm edir. Yeyəcəklər. Maşallah olsun, bunlar da həqiqətən çox xoşuma gəlir. Çünki çox sürətli böyüdülər deyə bilərəm sizə. Belə dostlar, bunlar da bu qədər. Dostlar, bu da ördəklərimizin axşam yemlənməsi, yəni böyük ördəklərimizin qabaqlarında yenə qara un, buğda qarışımıdır. Necə ki, bundan əvvəl gördünüzsə, balaca ördəkləri necə qoymuşdum. Bunlara da həmçinin elə qoyuram. Burada bir yekə erkək ördəyimiz, yəni damazda saxlayacağım ördək. Bir də 2 dənə həmin o böyük ördəklərindən dişi yoxdur. Onlar göldədilər, gəlmədilər. Bu illəri cəmi bircə dəfə göldə gec gəldilər. Hava qaralanandan sonra gəldilər. Əslində saat gecə 12 idi filandı, gəlib çıxdılar. İnşallah yenə elə eləməzlər. Hal-hazırda 2 dişi bir erkək gəlməyiblər. Prosta biraz da tez saldım ki, hava qaralmadan, çünki ördəklərimin yerində işıq yoxdur. Hava qaralmadan sizə çəkim göstərim deyə biraz da bura tez saldım. Yəni ola bilər ki, hava qaralana kimi də gəlsinlər. Amma hal-hazırda yəni burada yekə erkək, bir də 2 dənə də dişidən yoxdur. Qalanları hamısı buradadır. Onlar da gəlsə çöldə onlar üçün buğda qoyacağam, yeyəcəklər, sonra salacağam bunlara. Bunlar burada belə baxın, yemi qoyuram. Yeyirlər. Dediyim kimi burada harca 23 dənə balaca ördəklərdəndir. Bir anadır, bir də fərələrdən var, 3'ü gəlməyib. Ördəyimin ümumilikdə ördəyim budur. Böyük ördəklərim 24 dənə idi, bir dənəsi ölüb, 23 dənəsi sağ-salamat qalıblar. Baxın, belə yeyirlər. Hamısı da maşallah olsun, iştahla yeyirlər. Heç birində bir problem yoxdur. İştah əksikliyi, hansısa xəstə olsun filan, heç birində yoxdur. Bu da dostlar ördəklərimizin. Üzürü sayınday biraz akşamüstü oldu, biraz da tələsik oldu bu video mənim çəkməyim. Ona görə biri biraz işıqlı, biri biraz qaranlıq filan oldu. Amma inşallah sevərsiniz, bəyənərsiniz, izləyərsiniz. Like atmağı da, yorum atmağı da, dostlarınızla paylaşmağı da inşallah unutmayın. Biraz seyir eləyək istəyirsinizsə.
Dostlar, bu da bizim bıraxmalarla bir-iki bıraxma xoruzumuz var. 2 dənə sonradan çıxma hündüşqamız var. Onlar da orada yəqin toxtular, gəlmirlər. İndi birazdan açsalar gələcəklər. Deyəsiz çox qaranlıqdır. Buradan indi toyuqların işığını yandıranda bu pəncərədən işıq düşəcək. Prosta toyuqların hələ yemin qoymamışam ona görə. Bu da belə dostlar. Bunlar da bizim bıraxmalarımızdır. Bunlara da yenə həmçinin qara un, bir də buğda qarışdırıb qoyuram, yeyirlər. Biraz telefonum pis çəkir uşaqlar, üzrü sayarsınız, yəni bu qədər çəkə bilirəm sizlərə. Tökürük, burada belə yeyirlər uşaqlar. Burada olmayan bir dənə xoruzumuz var, o yəqin toyuqların içinə girib, bıraxma xoruz. İndi onu da gətirəcəm. Hə, biri burada deyil. Bıraxma xoruzumuzun biri burada deyil. Bunlar da tük dəyişmədədir deyini, bu gündədir, yəni baxmayın ona. Tük dəyişmədədirlər. İndi onu da gətirəcəm bura. Hə uşaqlar, ümid edirəm izlədiniz, xoşunuza gəldi. Digər heyvanlarımızın yemlənməsi, ördəklərimizin, bıraxma cücələrimizin yemlənməsi ümid edirəm xoşunuza gəldi. Son olaraq da bu işıq məsələsindən bir-iki şey deyim. Deyirlər ki, işıq yandıranda heyvanlar stresə girir. Heyvanlar stresə girəndə ən başlıcası uşaqlar yumurtadan kəsilir. Yumurtadan kəsilməyən toyuqlarım. Tutaq ki, deyirsiniz ki, işıq yandırırsan, ona görə yumurtadan kəsilmir. Stresə girən heyvanda arıqlama olur. Toyuqlarımın heç birində arıqlama yoxdur. Dayıcıda axşam yemlərini çox verirəm deyə kökəlmə gedir toyuqlarımda. Üçüncüsü olaraq stresi belirtilən şey nədir? Toyuqlarının tüklərinin tökülməsi. Baxarsınız ki, qənədləri tifti-tiftidir. Kürəyindən tökülüb, başından tökülüb, ayağından tökülüb, harasındansa toyuğun bir topa tük tökülüb. Bu toyuğun stresli olduğu mənasına gəlir, əgər tük dəyişmə dönəmində deyil. Mənim toyuqlarımda streslə bağlı heç bir belirti yoxdur. Dediyim kimi uşaqlar, oxuduğunuz bir yerdən oxuyursunuz, kiminsə ağzından eşidirsiniz, deyirsiniz ki, hə bu 100% elədir. Heç mənim də dediklərimin çoxuna inanmıyorum. Amma mən sizə həmişə deyirəm ki, mən təcrübələrimi danışıram sizlərə. Mən professional insan deyiləm. Mən bunu necə deyim, oxumamışam, baytarlıq bitirməmişəm, bir şey eləməmişəm. Mən sadəcə təcrübələrimi sizinlə bölüşürəm və təcrübələrimi də sizinlə bölüşərkən deyirəm ki, bu belədir. Əgər ziyan olsa, siz məni zaten görəcəksiniz ki, mənim əvvəl 13 minlik kanalım olub, 3 il dayanmadan orada video paylaşmışam. Ziyanı olsaydı, orada da insanlar görərdi. Yəni, bu dediyim şeyin heç bir ziyanı yoxdur. Təbii ki, 365 gün siz bunlara istirahət verməsiniz, dayanmadan yerlərində gecə-gündüz işıq yandırsınız, hə, təbii ki, o ziyandır. Axı, mən bunu 3-4 aylıq qısa bir müddətdə eləyirəm. Qısa bir, yəni bir ilindən 12 ayın 3-4 ayında bunu belə eləməyin, toyuqlara bir ziyanı yoxdur. Əziz izləyicilərim, hamınıza dəyər verirəm ha. Hamınızı çox istəyirəm. Sözlərinizə də qulaq asıram. Yəni çox sağ olun. Məni istəyib deyirsiniz. Necə deyərlər? Yəni siz də bilginizi bölüşməyə çalışırsınız. Amma deyirəm ki, mən bunu təcrübə eləmişəm və heç bir ziyanı yoxdur. Əgər Arozdan təcrübə eləyib hansı ziyanını görmüsünüzsə onu mənə deyin, mən də öyrənim. Amma mən indiyə kimi bir ziyanını görməmişəm. Mən artıq 4 ildir toyuqlarımın gecə işığında daimi yandırıram. Amma əvvəllər söndürdüyüm də olub, bəli. Ondan əvvəl gecələr söndürürdüm işıqları. Çünki mən də ondan bundan eşitmişdim ki, işıqlarını söndürün. Söndürsöz nə ziyan var? Heç bir ziyan yoxdur ha uşaqlar. Söndürə də bilərsiniz. Gecə saat 10-da, 11-də, 12-də, 1-də gəlin söndürün, toyuqlarınız yatsın. Lap əla, lap gözəl. Amma yəni söndürmə sözdə əgər dediyim kimi qısa 3-4 aylıq dönəmdə söndürmə sözdə yenə heç bir problem yoxdur əziz izləyicilər. Yəni bunu başa düşün artıq. Amma dediyim kimi siz də rahatlayın, mən də rahatlayım deyə gecə saat 12-də, 1-də, 2-də, 3-də artıq nə zaman gəlsəm, o zaman bunların işıqlarını söndürəcəm ki, siz də dincəlin. Mən də dincəlim, çünki o yorumlardan çıxmasın biraz yoruldum. Belə dostlar, sağ olun, salamat qalın. Kanalımıza abunə olub, videonu bəyənməyi unutmayın. Yaxında da kanalımız 1000 abunə oldu. Yenə təkrar hamınıza təşəkkür edirəm. İnşallah növbəti hədəfimiz 4000 saat izlənməyə çatmaqdır. Çünki pul qazanmanı o zaman aktiv edə bilərəm. 1000 abunə və 4000 saat dolduqdan sonra artıq mən sizin izləmələrinizdən, kanalıma videolarımı izləmənizdən pul qazanacağım. Sizin üçün əziyyət çəkirəm. Siz də mənə kömək edin ki, mən də buradan 5-3 manat pul qazanım. Yenə onu da özümə xərcləməyəcəm, çünki ona ehtiyacım yoxdur. Yəni buradan gələn pula ehtiyacım yoxdur. Çox şükür özümü dolandıra bilirəm. Amma yenə buradan gələn pulu da təsərrüfatımı yaxşılaşdırmaq üçün müxtəlif növ heyvanlar alacağam. Digər dekorativ cins heyvanlar, toz quşudur, bax çox istəyirəm. Qırqovuldur, bunları saxlamaq çox istəyirəm. Fərqli cins lal ördəklər, fərqli cins qazlar, xalmaqor qazı da təsərrüfatımda olsun, çox istəyirəm. Sonra yaponka da təsərrüfatımda olsun, çox istəyirəm. Yəni bu tip
şeylərə pul xərcləyəcəm. Damlarımın düzəldilməsinə, daha da inkişaf etdirməsinə xərcləyəcəm. Yaxşı kameralar almağıma. Məsələn, telefonum biraz görürsünüz ki, yaxşı çəkmir. Sırf bu iş üçün ayrı bir telefon almağı fikirləşirəm. Yəni işlətdiyim telefon ayrı olacaq. Sırf bu iş üçün ayrı bir telefon alacağam. Yəni video çəkişləri üçün. Hətta bəlkə ola bilər ki, kamera götürdüm kreditlə filan. Yəni qısacası uşaqlar, gələn gəlirdə yenə bura yönləndirəcəm. Sizin üçün daha yaxşı videolar çəkib paylaşmaq üçün yönləndirəcəm. Sağ olun dostlar, salamat qalın. İzlədiyiniz üçün təşəkkür edirəm. İnşallah bəyənərsiniz. Yorum atmağı da unutmayın.